Hə, köhnələr. Deyirəm ki, neçə gündür baxıram internetə. Görürəm ki, o bir dənə yeni müğənni çıxıb, o Kəmalə Günəşli. Yaman dənliyirlər ha onu ya. Hələ bil ki, yəni, nə bilim, baxıllıqdan partlayırlar da. Çünki belə ağla sığmaz dərəcədə bu müğənni populyar oldu. Bəziləri yazır ki, nə bilim, bunun mahnılarının sözlərində əhlaqsız təbliğ olunur filan, beşmekan. Onu da sizə deyim ki, bəyəm digər hansı bizdə müğənnilərimiz bizim əhlaq təbliğ eləyir, hə? Bu heç olmasa xalq artisti dögür. Digər xalq artistlərimiz var ki, day soyundular da, nə bilim, soyunmaqdan başqa nə istəyirsən də eləyirlər. Yenə də əvvəlki kimi populyar deyirlər. Bir dənə yasamallı balası gəldi, bunları hamısını vurdu. Bunlar da bu dəqiqə pahalılıqdan da, nə bilim, qışqırıqları göyə çıxır. Ümumiyyətlə mən demək istəyirəm ki, danışmaq istəyirsinizsə, danışın. Yəni o qədər danışılası mövzular var ki, bu Çin hökuməti sizə bax bu TikTok kimi, nə bilim Amerika hökuməti bir YouTube kimi belə bir platformalar bəxş ediblər də sizə də, düzdür? Elə şeylərdən danışın ki, cəmiyyətə onun xeyri olsun. Hələ payız ayları idi. Bax həmən bax bu yerdə söhbət açdım ki, bax o söhbət açdım ki, bax bu cürünə texniki universitet, yəni tələbələr ocağı da, təhsil ocağı, düz bunun qabağında, bax mən indi dayandığım yerdə butkə durub, butkə. Satdığı da məhsul nədir? Siqaret, spirtli içki və tütün məmulatlı cürəbəcuru yeni zəhərlər var, vape, o kimi zirzibil başa düşdünüz də. Hər dəfə də ki, yəni böyük tənəffüs olanda burada tələbələrin əlindən dayanmaq mümkün deyil də. Dayanmaq tələbələrə görə yox, çünki hamısının damağında zəhər. Çəkdim, irad bildirdim. Həmçinin də irad bildirdim aynaya. Baxın, üzbözdə ayna. Görürsünüz? Onlara da iradımı bildirdim ki, ay ayna, sən ki dövlət təşkilatısan. Yəni müəyyən maliyyələşmən də var, hər şeyin də var. Çox gözəl iş görmüsən. Bax bu cürünə dayanacaqlar düzəltmisən cəmaət üçün ki, qışda istiləşsinlər, yayda sərinləşsinlər. Yaxşı o 2 kvadratlıq yerə, butkəyə, siqaret, içki dürtmək niyə lazım idi? İndi hal-hazırda heç bir aynanın, yəni yerləşdirdiyi o butqalarda, dayanacaqlarda siz o əlavə olan appendiksdə belə deyirlər, 2-3 kvadrat sahəsində siqaret satan yaxud içki satan görməyəcəksiniz. Ləğv olunub. Mən əminəm, arxayınam, bax, indi demək olar ki, tam əmin oldum ki, aynada da düşüncəli insanlar çoxdur. Fakt bu dəqiqə budur ki, mən bu problem barəsində danışdım. Siz ictimaiyyət buna dəstək verdiniz. Çox sayılı baxışlar elədiniz həmin videoya. Çox sayılı paylaşımlar elədiniz. İndi də baxın, bax nəticə. Həmən bax bu texniki universitetlə üzbəüz olan siqaret satan butka ləğv olundu. Bilirəm, siz indi deyəcəksiniz ki, o tərəfdə biri var da. Bəli, hələ biri də o tərəfdə var. Amma dayanın da, yavaş-yavaş. İnşallah ümidvaram ki, elə bir qanun da çıxartarlar ki, necə ki digər ölkələrdə ki, təhsil ocaqlarının ətrafında, yəni məktəblər, universitetlər, institutların ətrafında 500 metr yaxınlığında olan, yəni ki, butqalar və digər ticarət sahələrinə siqaret, tütün məmulatları və içkinin satışını qadağan eləyərlər. Bilirəm, bəziləri indi deyəcək ki, gedib marketdən alacaq da tələbə. Düzdür. Bir dənə məsələ var. Tələbə alacaq, amma məktəb uşağı ala bilməyəcək. Dünən 8 mart günü idi, hələ mən iş tərəfində idim, mən işləyirdim. Baxıram, görürəm ki, 14-15 yaşında uşaqlar, özü də qız uşaqları, əllərində hamısının vape, onu çəkə-çəkə gedir. Hə? Kim satıblar onu? Sözsüz ki, belə butqalar. Çünki bu butqalarda nəzarət yoxdur. Ümumiyyətlə, mən dövlətin yerində olsaydım, həmən bu butqalara qadağa qoyardım. Yəni spirtli içki, siqaret və tütün məmulatları məhsulların satışına. Belə qadağalar var. Yəni biz
təcrübəyə baxsaq, digər ölkələrdə belə qadağalar var. Yəni sadəcə olaraq sözüm bundadır ki, bu platformalardan istifadə eləyirsinizsə, danışırsınızsa, yəni elə şeylər danışın ki, mənası olsun, cəmiyyətə xeyri olsun. Boş-boşuna danışmayın. Bu qədər. Qəlbdən qəlbə.